azdır. Azır. Bu az bizim bildiyimiz ya zərf, ya sayın azı deyil ha. Az oxumaq, az danışmaq, nə bilim. Bu az o azdan deyil. Bu azmaq mənasındadır. Yolunu azmaq, meşədə cırtdanın azmağı və s. Azırsa nə olur? Azdır. Dır deyir, burada şəxs sonluğu deyil. Azır, azdırır, azdırılır. Yəni yolunu azır, artıq yolundan azdır, azdırıl, azdırılmışdır. Başa düşdünüz? Bu tip sözlərdə diqqətli olmaq lazımdır. Gəldik dilənçi sözündə. Bəzi abituriyentlərin səhv etdiyi, götürüb bütöv sözü dilən götürürlər. Xeyr, burada sözün kökü diləmək də deyil, sözün kökü dildir. Nəyə görə? Çünki dillə diləyirsən, dillə dilənirsən. Dildən diləmək yaranır. Ayrılıqda leksikdir, n ayrılıqda leksikdir. Dilənçi olur. Dillə dilədi, diləndi, dilənçi oldu və oldu dilənçilik. Gördünüz, bir balaca sözdə 4 leksik şəkilçi qeydə alınır. Və ən çox səhv olunan sözlərə gələk. Diqqət olaq. Baxın, belə bir söz yazacağım. Qızarmaq. Bu söz bir mübahisələrə səbəb olmuşdur. Diqqət olaq. Sözün kökü qızdır. Bu bildiyimiz isim qız deyil ha. Qızmaq mənasında. Havanın qızmağı, çayın, yeməyin qızmağı, isinməyi və s. mənasında. Elə problem də buradan sonra başlayır. Diqqətli məqam. Burada ar, ər. Sözün kökünü qız götürsək, olur qızarmaq. Yaxşı, bunu leksik götürdüm. Qızır, qızarır. Bəs gəlin görək, uşaqlar, hər şey qızır, sonra qızarır. Məsələn, kartofu qızarıram. Əvvəlcə qızır, tavam qızdı, sonra kartof qızardı. Bu doğrudur. Yaxşı, çay. Çay birinci qızır, sonra qızarır. Xeyr, çay qızıb qızarmır. Deməli, biz bunu bir mənada deyə bilmərik ki, sözün kökü qızdır. Sözün kökünün bizə ifadədə verilməsindən asılı olaraq bunu ya qız, ya qızar mənasında götürürük. Hal-hazırda bu mübahisəli bir söz təhlilidir. Bu sözlərdə, bu tip sözlərdə diqqət olaq. Sonra başqa bir söz götürə bilərik. Məsələn, azğınlaşdırmaq. Bayaq yazdığımız azdırılmışdır sözünün başqa bir mənasıdır. Azğınlaşdırmaq sözünə baxaq. Sözün kökü yenə bayaqki azmaq. Feildən danışırıq. Biz saydan və ya zərf mənasında işlənən azdan yox. Az. Yolunu azmaq. Yolunu azır nə olur? Azğın. Azğın adam, məsələn, azğın düşmən, azğın heyvan və s. Azğın olur neyini? Azğınlaşır. Gəlin görək biz burada la və yaxud da laş formasında götürməliyik mi? Görək bu leksik şəkilçi bizdə bölünür. Azğın olur, azğınlayır. Sonra azğınlaşır. Azğınlanan hər insan və yaxud da hər heyvan azğınlayır, sonra nə olur? Azğınlaşır. Azğınlaşdırmaq, dırmaq. Və salam. Bu sözümüzün də təhlili bu formada gedəcək. Görürsünüz, balaca bir sözdə 4 leksik şəkilçi nəzərə alındı. Sonra başqa hansı sözlərimizə baxa bilərik. Dilimizdə bəzi sözlər var ki, gəlin buradan balaca bir yer açaq. Dilimizdə bəzi sözlər var ki, onların təhlili iki cür götürülür. Bu hansı sözlərdir? Məsələn, bax, yazıram bura. İtirmək. Əvvəl yazım, sonra hər iki formada təhlil edəcəm. Sonra oturacaq. Bu tip sözlər çoxdur. Oturacaq, dayanacaq və s. Gəlin baxaq. Oturacaq. Məsələn, dayanacaq. Bax, biri var deyirəm ki, o getdikcə gözdən itirdi. Bir də var deyirəm ki, qız özünü itirdi. Bunun gəlin müxtəlif cür təhlilinə baxın. Müxtəlif cür deyəndə, yəni iki cür təhlili var bunun. Necə? İtmək mənasında. Deyirəm ki, itdi, itirdi. İtirmək. Burada o ir-iri indiki zaman şəkilçisi kimi yox, ir-ir feildə feil düzəldən şəkilçisi kimi götürülür. Bir də var deyirəm ki, bax burada deyirəm ki,
O getdikcə gözdən itirdi. Bir də var deyirəm ki, qız qələmini itirdi. Məsələn, it, itir, itirmək. Başa düşdünüz, gördünüz? Hər iki formada təhlil elədik. Yəni, yenə deyirəm, verilən cümlənin özündən sonra gələn sözlər cümlədəki mənasından asılıdır ki, təhlil nəyə uyğun gələcək? Oturacaq. Oturur. Olur nə? Oturacaq. Bu isimdir. Bir də var oturacağın. Yazmamışam onu. Oturacaq. Bir də bunun bu mənası var. Otur. Oturacaq. Gələcək zamanda, qəti gələcək zamanda. Acaq, əcək. Burada isə feil mənası. Eyni təhlillər